Hamıya salam, kanalıma və ilk səsli vloguma xoş gəlmisiniz. Bu kanalda siz həm təmizlik vlogları, həm alışveriş vlogları, həmçinin də gəzmək vlogları görə bilərsiniz. Kanalımın kontenti, yəni qarışıq tipdə kontent olacaq. Və məncə bu tip vloglar daha maraqlı olur. Mən özüm də bu tip vloglar sevdiyim üçün bu tipdə çəkməyi düşünürəm. Hər kəsə xoş izləmələr. Oğlum üçün kiçik payız alışverişi etmişəm. Amma təəssüf ki, böyük ölçülər sifariş etmişdim. Bu göstərdiyim boyda təkcə eynən oldu. Bu corabları isə çox bəyəndim. Həqiqətən də sifarişlərimin arasında ən bəyəndiyim demək olar ki, bu corablar idi. Həmçinin də 5 cütünə 2 manat 30 qəpik ödədim. Yəni çox uyğun qiymətli idi. Bunlar isə təəssüf ki, ayağına balaca oldu. Amma yəni keyfiyyəti də çox yaxşı idi. Həmçinin qiyməti də 5 manata. Bu boydilərini də çox bəyəndim ki, yəni keyfiyyətləri hamısının yaxşı idi. Mən məhsullar seçərkən baxıram, yəni şəkillərə, yorumlara, sonra yəni vururam. Hamısının keyfiyyəti yaxşı idi. Sadəcə biraz boydilər böyük oldu. Yəqin ki, bir dekabra falan geyindirərəm bunları. Ən çox böyük olan isə bu şalvar idi. Mən düşünürdüm ki, bunu qışda boğazlı koftalarla kombin edərəm. Amma təəssüf ki, bu qış giyindirə bilməyəcəm, bəlkə gələn qış. Bu isə bacım üçün sifariş etdiklərimdir. Hər birin özü seçib, mən isə sifariş etmişəm. Gəlin birlikdə baxaq, görək nələr seçib. Bu donu çox bəyəndim, çox şirindir axı. Həmçinin bu da çox gözəldir. Niyə axı qız uşaqları üçün bu qədər çox gözəl paltarlar var, amma oğul uşaqları üçün çox da çeşid yoxdur. Bu isə körpə üçün oyun xalçasıdır. İrəlidə şəkli yerləşdirəcəm. Çantaların hər birini çox bəyəndim. Keyfiyyətləri də çox yaxşı idi. Balaca olmasına baxmayaraq, yəni içi geniş idi.
Bu arada kanalıma abunə olub like qoymağı unutmayın. Sizin üçün çox kiçik ola bilər, amma mənim üçün çox önəmlidir və mənə motivasiya olacaq. Sağ olun.